Bir stəkan kola içdiyiniz zaman ömrünüzün orta hesabla 12 dəqiqə azaldığını bilirdinizmi? Kola və digər şəkərli qazlı içkilərdən müntəzəm olaraq istifadə eləmək sizin sağlamlığınıza mənfi təsir göstərməklə yanaşı ömrünüzü də qısaldır. Harvard Universitetinin araşdırmasına görə gündə 1-2 stəkan şəkərli qazlı içki içmək vaxtından əvvəl ölmə riskini düz 14% artırır. Çünki bu içkilərin tərkibində olan şəkər və kimyəvi maddələr bədənimizdə xroniki xəstəliklərin yaranmasına səbəb olur. Bəs kola içmək hansı xəstəliklərə səbəb olur? İlk növbədə şəkərli diabetə, daha sonra qaraciyər xəstəlikləri, piyələnmə, sümük əriməsi və həzm sistemi problemlərinə. Bəs kolanı nə ilə əvəz etmək olar? Təbii ki, su ilə. Həkimlərin tövsiyəsi ilə gün ərzində 2 litr su qəbul eləmək sizi bir çox sağlamlıq problemlərindən də qorumuş olur. Əgər kolanı tərk edə bilmirsinizsə, onu yavaş-yavaş azaldaraq rasionunuzdan da çıxara bilərsiniz. Sonda isə sizə bir sualım da olacaq. Kolanı sevirsinizmi? Şərh bölümündə fikirlərinizi gözləyəcəm.